Psixoterapiya nədir və əhəmiyyəti nədən ibarətdir? Psixoterapiya insanın emosional, psixoloji və davranış problemləri aradan qaldırmaq üçün psixoterapevt və ya klinik psixoloq tərəfindən tətbiq olunan müalicə üsuludur. Psixoterapiya adətən insanın daxili dünyasında yaranan çətinlikləri aradan qaldırmaq üçün, onları daha dərindən başa düşmək üçün və ümumilikdə daha sağlıqlı həyat tərzi sürmək üçün kömək edir. Müxtəlif terapiya yöntəmləri vardır. Misal üçün, kognitiv davranış terapiyası, EMDR və yaxud şema terapiya və s. Adətən psixoloq tərəfindən seans zamanı bu tip və ya başqa sadalamadığım psixoterapevtik metodikalar inteqrativ şəkildə pasiyentə tətbiq olunur və individual olaraq pasiyentə şifahi yolla həyata keçirilir. Adətən insanlar düşünürlər ki, psixoterapiya sadəcə insanın psixi problemləri olduqda və yaxud hər hansı bir-iki pozuntuları əmələ gələndə müraciət etmək lazımdır. Lakin bu doğru deyil. Psixoterapiya eyni şəkildə insanın özünü daha dərindən tanımaq üçün, daha gözəl kəşf eləmək üçün və ümumilikdə həyat keyfiyyətini artırmaq üçün çox faydalıdır. Bu səbəbdən öz mental sağlamlığınızı qoruyun və vaxtında mütəxəssisə müraciət edin.